Avto FM-də bir avto verilişi davam edir və bugün biz avtomobilə texniki qulluq və sürücülərin ən çox etdiyi texniki səhvlərdən danışırıq. Qonağımızla bərabər qonağımız Vipoil Center'in rəhbəri Şirin Müzəffərovdur. Şirin usta, xoş gördük, salamlayırıq sizi. Mən də sizləri salamlayıram, tamaşaçıları salamlayıram, xoş gördük. Və istəyərdik bugün danışaq avtomobillərə texniki qulluq zamanı sürücülərin ən çox etdiyi səhvlərdən. Həmçinin bir sualımız da var idi dinləyicilərə ünvanladığımız ki, sizcə mühərrikin tez sıradan çıxmasının əsas səbəbi nədir? Keyfiyyətsiz yağ, gecikmiş texniki qulluq, yoxsa sürüş tərzi? Ümumiyyətlə sürüş tərzi Şirin usta təsir edə bilər də avtomobilin mühərriyin məsələn tez sıradan çıxmağına. Bəli, təsir edir etməyinə, lakin ən birinci mərhələdə burada toxunulması nüans mühərrikin üzərinə qoyulan hansı yağ filtridir. Filtr önəmli. Bəli, daha çox yağdan daha çox filtr önəmlidir. Mühərrik ümumiyyətlə yağdan sıradan çıxmır. Adətən mühərrik keyfiyyətsiz yaxşı olmayan filtrdən sıradan çıxır. Yağ filtrindən. Yağ filtrindən. Bəli, bəli. Bizim bir növ avtomobil sürücülərimizin belə deyək də zəif nöqtəsidir o. Gəlir yaxşı klass. Mənə yaxşı klass yağ ver. Filtrinə verirsən ver, heç baxmır. Desən, təklif eləsən, məsələn bizim servisdə hər klassa uyğun filtrlər var da. Premium klası var, orta klası var. Aşağı klası daha çox tövsiyə etmirik. Orta və premium klasdan istifadə edirik. Biz müştəriyə təklif eləsək ki, hə, bizdə premium klass belə filtr var. Təbii ki, qiyməti o birisinə nisbətən biraz baha olur. Amma daha yaxşıdır da. Daha yaxşı. Bəli. Bəs bax Azərbaycanda elə mühərrik yağları ilə bağlı, o da vacib elementlərdən biridir də. Mühərrik yağları ilə bağlı sürücülərimizin ən çox etdiyi səhvlər hansılar olur? Mühərrik yağları ilə bağlı təbii ki, avtomobilin tələbinə görə götürməməli. Tam olaraq misal üçün professional servisdə xidmət görməməkləri. Yəni bizim avto park artıq yenilənib. Köhnə nəsil avtoparkda olan avtomobillər demək olar ki, artıq sıradan çıxıb. Azalıb, bəli, demək olar ki, sıradan çıxıb. Bunların yeni elə bir faiz də var sürücüləri, amma köhnə parkda olan avtomobil sahibləri də bu gün yeni nəsildən avtomobillər sürürlər. Amma yanaşmaların çoxsu dəyişmir. Getsin Əflatun ustanın yanına, hansısa bir X1 ustanın yanına. Yəni yeni avtomobil alır, yenə də həmən qalıb X1 ustanın yanına gedir. Bir dənə boçkadır orada. BMW də gəlsə o yağı tökəcək, Mercedes də gəlsə o yağı tökəcək. Nə bilim, Çin avtomobil də gəlsə o yağı tökəcək. Aqressiv sürüşdən sürəndə də bu yağı istifadə edir. Sadə atmosferli motorlu yenə də o yağdır. Turbinli motorlu yenə də bu yağdır. Standart söhbəti var, istehsalçının individual olaraq öz avtomobilinə mühəndisin verdiyi tələb var. Ona baxmırlar adətən. Amma baxılmalıdır. Amma baxılmalıdır, əlbəttə ki, baxılmalıdır. Elə bax bu parkdan danışmışkən onu da məlumatı verim ki, bir neçə il öncə, təxminən 2 ya 3 il öncə belə bir deməli məlumat var idi ki, bu rəsmi məlumat idi, statistik məlumat. Azərbaycanda olan avtomobillərin təxminən 80-85%-nin yaşı 20-dən çox olanlardır. Amma ötən ayda Dövlət Yol Polisinin verdiyi statistik məlumata görə artıq yaşı 10-dan yuxarı olan avtomobillər, yəni 20-dən birincisi 10-a düşüb və 10-dan yuxarı olan avtomobillər 50%-dən aşağıdır. Yəni 45-50% arası. Bu da son 2-3 ildə parkımızın nə qədər yenilənməyi deməkdir. Və parkımız da daha çox bugünkü gün indi reallıqlarla barışmaq lazımdır ki, daha çox Çin avtomobilləri ilə yenilənir. Bəli, Yapon və Çin. Yapon və Çin, daha çox Çin nəyə görə deyirəm? Yəni elektrikli, plug-in və hibrid avtomobillər. Bəs bu avtomobillər əsasən də Çin avtomobillərini götürsək, onların texniki qulluğu necə aparılmalıdır? Onlarda birinci növbədə qeyd edərdim ki, misal üçün əksər indi ölkəmizdə ən çox Çangan modelləri var, BYD-nin modelləri var. E-Svt ilə gələn pillələr qutusudur əksəriyyətin üzərində. Qutunu qarışdırırlar.
Bundan əvvəlki misal üçün sviti, pillələr qutusu ilə E-sviti, elektron svitini qarışdırırlar. Elektron sviti pillələr qutusuna daha diqqətli qulluq istəyir, diqqətli sürüş istəyir, o qədər də aqressiv sürüş istəmir. Buna nəzarət etsinlər. Yağ təbii ki, təzə maşındır. İndi əksəri var ki, nə qiyməti olur olsun, hansı segment olur olsun, tökəcəm, sürəcəm. 10 nəfər misal üçün hansısa bir brend markadan istifadə edir. Yerdə qalan 50 nəfəri əlinə nə gəldi tökür. Qayıdır o 10 nəfərə deyir ki, sən ağlın yoxdur da 100 manat və yaxud da X başqa bir məbləğ niyə verirsən? Biz görürsən tökürük və sürürük. Heç bir problem yoxdur. Nisbətən ucuz yağ nəzərdə tutulur. Nisbətən ucuz yağ. Amma elə problem də oradadır ki, bunu istifadə edəndə bu anında biruzə vermir. Bu bir müddətdən sonra biruzə verir. Bu təzə salafan avtomobildir. Mühərrik təzə mühərrikdir. Sən bunu o hansısa bir ucuz yağın mühərrikin sayəsində sürürsən, resursun azaldırsan, söhbət yox. Amma sürürsən. Bu alır misal üçün bu məhsulu deyəlim ki 5 manata, sən alırsan 2 manata. 2 manatla o da 10.000 kilometr sürür, sən də 10.000 kilometr sürürsən və nəticədə deyirsən ki, mən ağıllıyam, o yox, o daha baha verir. Niyə? Amma sonunda o haqlı çıxır. Onda belə çıxır ki, hələ də bu məsələ aktualdır da, yəni yaxşı, keyfiyyətli yağ baha olmalıdır. Yox, belə deyək də, bahalı markalar var təbii ki, amma markaların da seriyaları var. Elə bahalı marka var ki, misal üçün onunla daha orta klass bir segmentin məhsulunu tutuzdurursan, orada baza yağı önəmlidir, tərkib paketlər önəmlidir, aşkar paketlər deyilən bir şey var yağın tərkibində. Yağların həmən paketlər olur ki, misal üçün bunun qiyməti 100 manatdır, bunun qiyməti 50 manatdır. 50 manatlıq X məsəl üçün qiymət çəkirəm. Bu 50 manatlıq hansısa bir orta segmentin məhsuludur və yaxud da 100 manat olsun deyək məbləği. O onun elə bir daha yuxarı klassıdır, baza yağı olaraq daha yuxarı səviyyədədir. Bu birisi premium klassın misal üçün qiyməti 150-dir, amma bu 100 manatdır. Onun qiyməti 150 manat olsa belə, baha olsa belə bundan. Onun tərkib olaraq misal üçün 3-cü qrup baza yağıdır, bunun tərkibi 4-cü qrup baza yağıdır, yəni belə bir şeylər ola bilər. Bəs bahalıdır deyə yəni yaxşıdır anlamı yoxdur. Ha, yəni yağın özündən var, amma istisnalar var da. İstisnalar. Bəli. İstisnalar da daha çoxluq təşkil edir. Bəli, əlbəttə, orada mütəxəssis rəyi mütləq lazımdır. Şirin usta, bax, yağın dəyişmə intervalı ilə bağlı da istəyərdim biraz danışaq. Çünki bəziləri deyir ki, indi xaricdə mən demək istəmirəm, indi bizim ustalar deyirlər ki, 5000-dən biri, 6000-dən biri yaxınlaş, xaricdə bu göstəricilər eyni yağ, eyni avtomobilə, eyni mühərriyə 15-20 mindir. İndi bizdə müxtəlif burada vəziyyətlər də nəzərə alınır da. Hava şəraiti, tıxaclı vəziyyətdə avtomobili idarə etmək, şəhər yolunda, işte, yəni tras yolda idarə etməyən, bütün bunlar hamısı var. Bəs bu yeni avtomobillərdə interval necə olmalıdır? Yeni deyiriksə, 0 almışıq, avtomobil idarə edirik. O intervalı da, məsələn, köhnə avtomobillərin intervalı kimi eyni olmalıdır. Orada mühərrikə görə vəziyyət dəyişir. Hansı tipli mühərrikdir? Adətən hibrid mühərriklər. Bəli. Yarı elektrik, yarı benzinli mühərriklər yer alır bazarımızda. Yeni avtomobillərdən nəzərə götürsək. Bunlarda minimal kilometraj hesablanır 10.000. Amma kilometraj tək, yəni avtomobilin üzərində olan o rəqəmlə ölçülən bir şey deyil. Orada sizin nə qədər sürməyiniz də önəmlidir. Sizin hansı formada sürməyiniz də yəni önəmlidir. Aqressiv sürüş edirsiniz, yoxsa daha yaxşı səliqəli sürüşmü edirsiniz? Hansı yanacaq növündən istifadə edirsiniz, fərqlidir. Hansı marka yağdan istifadə edirsiniz, önəmlidir. Hansı klassdır, hansı segmentə uyğundur istifadə etdiyiniz marka, o da önəmlidir. Misal üçün motosaat deyilən bir şey var. Motosaat, siz misal üçün maşını az sürürsünüz. Günə buradan çıxıb ora gedirsiniz, oradan da çıxıb bura gəlirsiniz və 20 kilometr. 20 kilometrdə belə deyək, 30 kilometr. Siz bunu qət edirsiniz, 10.000-i gələ sürəsiniz 1 ilə. Bəli. Amma bizim bazarımızda yağların əksəriyyəti öz məhsulun
6 aydan bir dəyişməyi tövsiyə edir. 5 ay keçdin, dəyişməyin tövsiyə olunur. Ay baxımından, motosaat baxımından 3-cü qrup bazı yağları 200, 250. Bu yağın keyfiyyəti baxımından elə deyilir, yoxsa? Yox, yağın keyfiyyəti deyəndə, yəni, bəli, o da daxildir. Yəni resursun itirilmə bir yağ resursunu itirir də. Bəli, resursun, onun tərkibi elə bir ki, ora qədər var da. Oradan o tərəfə artıq onun bəs biraz keçsə o vaxtı, məsələn 6 ay deyilir, vaxtı yoxdur da, adamın ya ölkə xaricindədir, bir ayda keçdi vaxtı belə. Onlar tutalım ki, ölkə xaricindədir, maşın qarajda qalıb, qaraj şəraitində qalıb, gəlib o avtomobili götürüb idarə etməsin də, etsin, yəni servizə gətirsin, götürün bir ay sürüm, sonra dəyişərəm, məsləhət deyil. Məsləhət deyil. Bir şey olmaya da bilər, ola da bilər, adətən olmayacaq, yüngül aşınmalar verə bilər mühərrikin daxilində, yəni məsləhətdir ki, artıq 5 ay keçmisinizsə, İndi orada mütəxəssis izah edir. Elə yağlar var ki, premium klassının daxilində bazı yağına görə dəyişir. Orada olur ki, 8 ay, 1 ildə sürə bilərsən. Motosaatla 400-500 saat da sürə bilərsən. Kilometrajla 5000 sürdüyün kimi 10.000 də sürdüyün yağlar var. Həmçinin motosaat da elə hesablanır yağın tərkibinə görə. Səsli mesajımız olacaq Şirin Usta, onu da efirdə səsləndirək, görək dinləyicimiz nə deyir. Salam əleykum, hər vaxtınız xeyir olsun. Məndə elə bir şey Malibu Amerikanın 2020-dir. Krışkada 0.20 göstəribdir bu yağ. Mən ona 0.20 tökürəm, yəni Amsoil. Necə məsləhət bilirsiniz? Onu elə davam eləməli, yoxsa hardasa 5.30-da keçmə ehtimalı var nə tərsə? Belə. Yəni bizim sürücülər Şirin Usta, bilmirəm, bəlkə fikir vermisiniz ya yox, hamıya aid deyil də bəziləri. Elə bilir ki, avtomobili sürdükcə, illər keçdikcə yağı biraz o təsnifatını dəyişdirməlisən, artırmalısan. Özüllüyün. Bir 3 il sürdüm, 0 tutaq ki də, məsələn 0.20-dirsə, 5 ildən sonra artıq 5.30-a keçeyim. Bir 15 yaşı varsa maşının keçim 10.40-a və s. və ilə. Amma buyurun. İzah edin. Əleykum salam olsun izləyiciyə. Deməli, əslində düz edir. Orada istehsalçının krışka üzərində yazdığı 0.20 özüllüyündə tələb olaraq sərt tələb sayılır. Sərt? Bəli, sərt tələb sayılır. Ona mütləq riayət olunmalıdır. Mən həmən avtomobil sahibinə tövsiyə edirəm ki, avtomobilin mühərrikində səsli işləmə olmayana qədər, mühərrikdə yağ azalması verməyənə qədər özüllük dəyişməyi tövsiyə etmirəm. 0.20 özüllüyünə davam etsin. Amsoil pis marka deyil, bizim də əməkdaşlıq etdiyimiz bir markadır, yaxşı klass, premium klass markadır. İstifadə edə bilər. Əgər mühərrikdə yağ azalması və yaxud da mühərrikin səsli işlənməsi müşahidə olunarsa, birinci növbədə mühərrikdə yaranan problemi aradan qaldırmaq lazımdır. Vaxt və yaxud da büdcə problemidirsə, onda özüllüyü qaldırıb yoxlaya bilərsən. O da birbaşa da 5.30 deyir, 5.30-a yox da, xətə 5.20-yə bir yoxla. Ondan sonra yavaş-yavaş qaldır. Yavaş-yavaş qaldır da birdən. Bir də Şirin Usta, mühərrikdə ümumiyyətlə yağ azalma varsa, çox adam elə sizin də qeyd etdiyiniz kimi büdcə probleminə görə mühərriki düzəltdirmək biraz daha baha başa gəlir. Ona görə keçirlər yağa. Bu təhlükəlidir əslində. Əlbəttə, istehsalçının verdiyi tələbə sən riayət etmirsən. Burada bax belə deyək də, götürək elə bu avtomobildən, Malibu'dan 0.20 özüllüyü tələb edir. Bu sən 0.20 ilə dəyişirsən bunu. Tutalım ki 5000 interval verir dəyişməyə. Həmən intervalda 2 litr deyəlim ki, yağ azaldır. 2 litr yağ azalmada sən müəyyən bir məbləğə 2 litr yağ alıb ora urvini düzəltmək üçün, level düzəltmək üçün o pulu vermək istəmirsən, amma yağın özüllüyünü dəyişirsən, seravına o pul səndən çıxır. Ən birinci halda yanacaq sərfiyyatına təsir edir. Ən birinci halda yanacaq sərfiyyatına təsir edir. İkinci halda orada mühəndisin sərt tələb qoyulan avtomobillərdə mühəndisin orada incə dəlikləri var. Hansı ki o yağ oradan o keçə bilər. O özüllük ona nizamlanır. Düzdür, çoxsu deyir, aşınmalar olur, artıq o dəliklər genəlib belə falan basmır. Amma o da probektdən asılıdır. Kilometrajdan asılıdır. Yenə də tövsiyəm olur ki, sərt tələbə
konkret olaraq istehsalçı tərəfindən qoyulan tələbə riayət etmək lazımdır bir mənalı şəkildə. Bir də bax Şirin usta, bu yeni avtomobillərlə bağlı danışdıq. Bəzən elə bir şayə deməyim də, yəni fikirlər ortada gəzir ki, yeni avtomobil əsasında bizə ölkəmizə idxal olunan da xaricdən gələn avtomobillər servisi nəzərdə tutmuram, bizim yerli servislər. Əgər tutaq ki, məsələn Çindən gəlirsə, yeni sıfır avtomobildirsə və Yaponiyadan gəlirsə, Almaniyadan, hər hardan gəlir. Deyirlər ki, gəldisə yağını dəyiş və yaxud da ki, ən azından bax, əl gəzdir. Çünki zavodda o müəyyən transportiroviçli yağda, yəni mən başa düşdüm sizi. Elə bir yağ, o Azərbaycancaya tərcümə eləmək istəyirəm. Yəni daşınma üçün nəzərdə tutulan yağ var. Bu düzdür, düz deyil. Düz tərəfi də var, yanlış tərəfi də var. İndi mən izahını deyim necə. Deyəlim ki, hansısa bir Alman brendi, VAG qrupunun daxilində olan bir avtomobil gətirirsiniz və yaxud da Mercedes və yaxud da BMW. Son illər Mercedes Mobillə əməkdaşlıq edir. Mobil yağları Exxon Mobil şirkətinə məxsusdur, Amerika mənşəli məhsuldur. Mobil bilirik ki, marka olaraq normal yağ markasıdır, dünya brendidir. Mercedes öz avtomobilin məsəl üçün mobillə dolumunu edir və satışa çıxardır. Biz burada həm Mercedesə güvənirik, həm mobilə güvənirik. Bəli. Mobili götürüb hansı Çinin avtomobilə tökülmüş yağla müqayisə etmək olmur və yaxud da o avtomobilin markasını Çinin avtomobil markasına müqayisə etməmək üçün ona yanaşma tam başqadır, Çinə yanaşma tam başqadır. Bu əsasən Çin avtomobillərində olub, bu mif formalaşıb. Bəli. Bu da nədən? Çində istehsal olunan avtomobillər məlumat verilmir ki, hansı yağdan, dolum yağı hansı yağdan istifadə olundu. Mühərrikə və yaxud da pillələr qutusuna. Ona görə də biz tövsiyə edirik ki, yəni təcrübəmizə əsasən, gətirdin Çindən avtomobili və yaxud da burada servizdən aldın, fərq etməz. Bunun üzərindəki yağ daşınma üçündür. Çünki zaten bu avtomobil qat-qat ucuz qiymətə sizin əlinizə gəlib çıxır birbaşa istehsalçıdan. Yəni təzə avtomobil sürürsüz, əladır ki, başa düşdük. Amma bunun daxilində olan yağ və yaxud da başqa hansısa bir transmisiya yağı da belə deyək də laf olsun. Mayələri deyək. İndi isitmə soyutma mayəsinin, əyləc mayəsinin. Bu o qədər də güclü olmayacaq. Bunlara hamısına istehsalçı yəni baxır, qiymətə görə hamısını minimuma endirir. Ona görə də birinci başlayaraq, indi biz baxmışıq, isitmə soyutma mayəsi bizim ölkəmizə görə, ərazi, əhatə iqlimimizə görə, bəli, normaldır, dəyişməyə ehtiyac yoxdur. Əyləc mayəsi həmçinin normal görsədir, əksəriyyətində ehtiyac olmayıb. Əsas mühərriki də ki, orada, üzr istəyirəm, 2 növ kilometraj olur. Biri ümumi probek kilometraj, biri var mühərrikin kilometrajı. Ümumi probek hardasa 5000, 4-5000 civarında tövsiyə olunur ki, dəyişsinlər mühərrikin yağın. Mühərrikin ümumi kilometraj 5-4000 civarında olanda mühərrikin kilometrajı hardasa 1500-2000 civarında hesablanır. Transmisiyadakı baxır da indi hansı markadır yenə də, Çinin hansı markası modeli təbii ki, orada da indi 20, 30, 40 mindən bir dəyişmə. Yəni sizə belə çıxır ki, gələnlər, yaxınlaşanlar var da sıfır yürüşlə ki, Çindən gələn avtomobil ki, yəni bax. Parklarımız var bu günlər misalsın. Dəyişili boyaq. Bəli, əksəriyyəti taksi parklardan gəlir. Bizim də əməkdaşlıq etdiyimiz taksi park şirkətləri var, hansı ki, biz onların avtomobillərinin xidməti bizim servizdə olur. Baxırıq, nəzarət edirik. Yəni ustadan da çox şey asılıdır. Yəni pul qazanacam deyə dəyişim getsin, yox da. Bax, ehtiyac varsa dəyiş, yoxdursa gələn səfər gələrsən. Bizdə maşallah elədir ki, yəni iş görməmək üçün uzaqlaşdırırıq ki, yaxşı mənada həm bizə ehtiyac yoxdur, həm sənə ehtiyac yoxdur. Qal gələn səfər dəyişərsən, problem deyil. Amma elə usta var ki, nə var pul gəlsin, tamaq çoxdur, doymur da, ona görə deyir ki, yox. Gözlə deyir biraz. Bunu qutarım gələrsən. Bunu qutarım tez bazar bunu dəyişəm. Amma bizdə elə şey yoxdur. Biz 5000-dən sonra gələrsən. Orijinal yağla saxta yağı adi bir istifadəçi gözlə seçə bilər, yoxsa bu qeyri-mümkündür? Və yaxud siz necə, mütəxəssis kimi, siz necə ayırd edirsiniz? Ümumiyyətlə, bu naqdan bir sualdır. Axıra saxladım ona görə.
biz özümüz mütəxəssis olaraq, yəni çalışırıq ki, dünya bazarında öz bazarımızı demirəm ha, yəni diqqətlə dinləyin. Bəli. Dünya bazarında özün doğrultmuş markalardan istifadə edək və Azərbaycanda həmən markanın rəsmisi kimdir? Distributor hansı şirkətdir? Həmən şirkətdən birbaşa malı alaq. Sertifikatdan müqavilə ilə alaq. Yəni o qədər dərindən belə kopyalayırlar ki, nəyim düz deyə, yəni məni aldada bilməzlər. Amma mən mütəxəssisəm, sən adi müştəri. O %99% sən aldada biləcək. Ona görə də məsləhət görürəm ki, yağ dəyişmə seçəndə, yağ dəyişmə məntəqələri seçəndə müştərilər də baxsınlar, görsünlər ki, harda seçim edirlər və avtomobillərinə harda xidmət göstərirlər. Bəs Şirin usta, yanacağın özünün keyfiyyəti necə? Yağa təsiri var, yoxsa fərqli şeylər? Yanacağının təbii ki, burada biraz söhbət uzanır. Efirimizin sonu dediyiniz kimi. Misal üçün, mən mütəxəssis kimi sizin avtomobilə elə yağ tökərəm ki, yanacaq sərfiyyatı çox gedər. Elə yağ istifadə edərəm ki, yanacaq sərfiyyatı az gedər. Və yaxud da birbaşa bir-birinə əlaqələri baza yağlarına görə adətən səhv edirlər. Yenə də ustalar edirlər onu. Və yaxud da avtomobil sahibi özü deyir ki, elə bunu tök. Yağ var ki, onu sən orada tələblər var. O tələblərə uyğun olaraq minimum aktan 95 aktan olmalıdır. Amma o yağı istifadə edir, baxırsan ki 92 dökür. Niyə bizdə o çatmır da mənə də? Biraz ustaların İstehsalçı deyir 95 və ya 98, məsələn də yeni avtomobillər. Yenə də gedirlər 92. Valla biraz avtomobil sahiblərinin öz inadları yol açır bura. Biraz da ustalarımızın əksəriyyətinin bu sahədə savadsız olmalı. Bilirsiniz, usta həm texniki baxımından savadlı olmalı deyil. Usta avtomobilin nəzəri, elmi baxımından da savadlı olmalıdır. Başı çıxan olmalı. Hə, başı çıxan bilməlidir. Bax, bizim servisə bir neçə gün bundan əvvəl yeni model 2022-21 model Mercedes yaxınlaşıb. Mercedesin MB Approved var, təsdiqi var. İndividual olaraq bu avtomobil üçün 229 məsələn 71 tələbi ilə yağ istifadə olunmalıdır 0.20 özüllüyündə. Baxırıq ki, o qədər də kilometrajı yoxdur, təzə maşındır. Servisin maşınıdır. Nə olub? 530 tökürlər. Approved 229.52 tələbi ilə. Hansı ki bu 52 tələbi Euro 6 standartlarına cavab verir. Yəni benzin mühərrikə qətiyyən aidiyyəti yoxdur. O da və ustanın özüllük olaraq da ki 530-un üzərindədir. Ustanın bilməməyi də, Ustanın bilməyib belə bilməməyi deyil. də Nəticədə də sürücü əziyyət çəkir. bəli, biz bir də görürsən sürücü Və yaxud da bu gün əziyyət çəkməsə də müəyyən bir müddət sonra artıq başı ağrımaya başlayacaq. Salır da, mühərrikin resursu qısalır. Belə, Şirin usta, təşəkkür edirəm sizə gəldiyiniz, maraqlı məlumatlarla bölüşdüyünüz üçün. Çox sağ olun dəvətinizə görə. Minnətdaram. Bax belə dostlar, bu günlük Hafta FM-də bir hafta verilişi yekunlaşır. Bu günlük deyəndə bu həftəlik, əlbəttə ki, gələn həftə biz yenə də efirdə olacaq. Eyni vaxtdan orta saat 1-dən 2-yə qədər həftə içi 5 gün Hafta FM-də bir hafta verilişini dinləyə bilərsiniz.